Bugün şəhid ocağındayıq, şəhid evindəyik. Şəhid Hərbi polis İsmail Vaqif Buqaroğlu'nun 5-ci ilidir. 10 ilinə gəlmişəm ananın yanına, sinirlər ananın yanına. Bugün Vaqif'e Allah rəhmət etsin deyir, o şad olsun. Vaqif'in timsalında bütün analarla bir yerdəyik. Vaqif'in timsalında bütün şəhidlərimizə Allah rəhmət etsin deyir. Allah şad olsun. Bugün özümüzə bir boş bir qürur bilib ananın yanına gəlməyə. Allah balanı rəhmət etsin, şad olsun. Allah hər bir anıya, hər birinizə dəyməsin, sizə var eləsin. Sizin kimi analar tanımaq, sizin kimi analar huzuruna getmək, sizin kimi anaların ayağına getmək mənim üçün böyük bir qürurdur, fəxrdir. Mən səmimi deyim ki, sizin kimi analar bizim mələksiniz, nurcusunuz. Allah sizi var eləsin. Büyüyün, o ocaqda ağır iskili, Vaqif evimin tək oğludur, bilirlər. Allah sağ dəyməsin, sizə səbir versin. Allah sizləri hər zaman yaşatsın ki, siz yaşayın, balalarınız yaşasın. Allah sizin kimi anaları bizləri çox görməsin. Allah sizi var eləsin deyirəm. Bu gün bir qürurla, bir fəxrlə sizin kimi insanlar, sizin kimi onların ayağına gəlmək mənim üçün bir müqəddəs bir ziyarət oldu. Allah sizə səbir versin deyirəm. Sağ olun, var olun. Mən də hamınıza xoş gəldin deyirəm. Var olun. Yanımızda olduğunuz üçün hamınıza öz minnətdarlığımı bildirirəm. Biz analara baxıb lazımdır. Xoş Biz bugünkü günlər bizim yanımızda olasınız, bizə dəstək olasınız. Allah hamımızdan razı olsun. Vaqif hamımız siz evinin tək övladıydı. Yəni bir də bir bacısı var. Amma Vaqif'e biz hər il 5 ildən bir ad günü eləmişik. 1 yaşın, 5 yaşın, 10'u, 15, 20'ye çatdırdık. Amma 25'e Vaqif çalmadı. Hər 5 ildən bir Vaqif'e biz böyük belə palatka qurub, aşıqlı zatlar dinlədik. 25'i də ev olma evi. Yəni o elə bütün iki qardaşdılar da, yoldaşımdır. Onlar ilk nəvəydi, oğul nəvəydi, oğulun oğlu. Bütün Azərbaycan ediyor. Allah ruhunu şad olsun. Allah rəhmət etsin bir daha. Allah səbrinizi versin. Allah hər birinizə dəyməsin. Allah sizə var etsin analar.